Səs eləməyin, emmisə gəlin. Baxın. Evimizə gəlin, sıralayıb gəlin. Xoş gəlibsən, ay gəlin xanım, xoş gəlibsən. Nəyə tələsəydin, ay gəlin xanım? 3-4 ildə qalsaydın, cənab Əzrail özü gəlib səni gəlin aparacaqdı da. Tələsəydin. Sıralayıb gəlin. Deyəm, nənən hələ bırnının paraları elə açılıb, ha. Gör, qalan yerləri nəzir açılıb. Evimizə gəlin, sıralayıb gəlin. Görüşünə elin. Nənə hələ bəy oğlan gəzir özü üçün, bəy oğlan qaçıbdır bir gəlin. Nənə tək gəlibdir salona. Hələ onun ağzı burnuna bax, belə şey aşağıya. Elə bir zorla bası elə bunu. Bana özün gedirsən də. Bu videonu koydum buna görə ki, deyəm xanım qızlar, ümidinizi əldən verməyin. Bizim nənələrimiz vardı ki, 80 yaşında təzə qızışmaya başlayır, hələ istəyir ərə gedə. Sənin nə sinnin var bəyəm? 30-35 day çoxdur, nə xəbərizdir? Tələsməyin, hələ baxmar. Bu cür nənələr yolu açıyı da sizsin. Düzdür qabaqda özü gedir, çox açılacaq hələ. Çox açılacaq, bəli xop. Daldakılarına da qəşən yolu açıyı. Nənə, Allah səni xoşbəxt eləsin, nənə. Oğullu qızlı olasınız, nənə. Qoşan yarıyasınız, nənə. Ağ gəlinlik libası ilə gedib ağ kəfənlə çıxasan onun evindən, nənə.